Hər vaxtınız xeyirli olsun değerli izleyicilerim. Kanalıma hoş gəlmisiniz. Mən bugün etli piroq bişirdim. Yağlı xəmirlə, ovuntulu xəmirdir, kövrək, çox dadlı bir piroq alındı. Bişirmə qaydasını sizinlə paylaşmaq istəyirəm. Əziz izleyicilerim, keçirəm hazırlanma qaydasına. 500 qram un götürmüşəm. Bir paçkada 250 qramlıq margarin. Margarini terkadan keçirtdim və unla qatışdırıb umaç halına getirdim. Sonra bura əlavə elədim xama, yumurta, çayını soda, duz, bir də pisok. Bunları da yaxşı-yaxşı qatışdırıb yumşaq bir xəmir yoğurdum. Sonra xəmiri iki yerə böldüm. Biri o birindən biraz balaca. Xəmirləri kündələyib, hərəsini bir salafana qoyub, soyuducuya qoydum dincəlsin. İndi isə içliyə hazırlayıram. Tavaya duru yağ əlavə elədim. Mən zeytun yağını istifadə elədim. Sonra qiyməni əlavə eləyib qoğurdum. Biraz qoğurulandan sonra əlavə elədim duz, istiyot, sarı kök, bir də pul biber, kırmızı biber. Biraz qatışdırıb xırda-xırda doğradığım soğanı əlavə elədim. Yenə qatışdırıb qapağını qoydum. Biraz qovruldu. İndi isə xırda-xırda doğradığım kartofu əlavə elədim. Qatışdırıb, hardasa stəkanın yarısından az su əlavə eləyib qapağını qoydum pişsin. Kartof yumşaldı, ət yağa düşdü, içliyimiz hazırdır. İndi keçirim piroqa hazırlamaya. Deməli, xəmirləri soyuducudan götürdüm. Əvvəlcə böyük hissəni yaydım. Hardasa yarım santimetr qalinliyində. Yaydığım xəmiri sobanın girdə listinə yerləşdirdim. Listi yağlamışam. Əlimlə də biraz xəmiri genişləndirib tavanın içi boyda elədim. İndi isə ikinci kündəni yayıram. Bu kündə birincidən biraz balacadır. Bunu da yarım santimetr qalinliyində yaydım. Koydum kənara. İçliyi soyuyub, içliyi əlavə elədim listə. Birinci xəmirin üzərinə eyni qədər, eyni qalinliyində, yəni yaydım xəmirin üzərinə əti. Sonra bir kusok kərə yağını, əriməmiş kərə yağını doğrayıb ətin üzərinə gəzdirdim. Və ikinci yaymanı yerləşdirdim ətin üzərinə. Kənarlarını bıçaq vasitəsilə səliqəyə saldım. Sonra bir ədəd yumurtanın sarısına bir xörək qaşığı duru yağ qatışdırıb
pirogun üzerine yaydım. Çektim. İndi isə vilka ilə bezək verirəm. Və bir-ikidən yerdən deşdə eləyib qoydum peçə pişməyə. 200 dərəcədə hardasa 30-40 dəqiqəyə pişdi. Kərə yağı ilə pişmiş pirogun üzünü yağlayıram. Həm yumşalır piroq, həm də gözəl ətri gəlir. Piroqumuz tam hazırdır. Buyurun, baxın. Kövrək, ovulan xəmir. İçi yumşaq, üzü də kövrək. Görürsünüz necə ovulur xəmir. Çox dadlı alınıb. İnşallah siz də bişirin. Bişirən hər kəsə nuş olsun. Allah hamının evinə bol ruzu bərəkət versin. Əziz izləyicilərim, güman edirəm ki, bəyənərsiniz və bəyən düyməsini basıb abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.